Salam uşaqlar. Daha bir məsələnin izahına baxaq. 36-cı sual. Deməli, burada x, y 2-dir. Üzərinə 2 mol H2O gəlinib və Z üstəgəl T alınıb. Kütlələrin saxlanması qanununa əsasən x, y 2-ni 32 qram, suyu 18 qram, T-ni 13 qram, Z-i isə bilmirik, A qram olaraq götürə bilərik. Bu hissənin cəmi bu hissəyə bərabərdir. Biz bunu bilirik. 32 üzərinə 18 gəlib, A üstəgəl 13 şəklində qeyd edə bilərik. Çünki hər zaman sağ tərəfin cəmi sol tərəfin cəminə bərabər olmalıdır. A-mız olacaq burada 32 üstə 18 gələndə 50, 50-dən 13 çıxanda 37 qram. Cavabımız Z-imiz 37 deyil. 18 qrama 37 yazsaq bura. 37 qram düşürsə, bəs suyumuzun bizə burada axı emiri bizə burada 36 qramdır. Bizdə isə burada nisbi molekul kütləsini soruşur. Kiçik emi soruşmur. 36 isə Z-dir. Z-imiz burada neçə olacaq? 74 qram. İndi deyəcəyiz ki, müəllim, bu kütlə ilə bu kütlənin fərqi nədir? Emir mırıdır. Kütlə isə qramı isə bax M-dir. Bizim bu tapdığımız 17 kiçik emidir. Emir isə 74 qram budur. Bizdən emiri soruşur, yəni suya əsasən. Suyun 18 qramına yox, 36 qramına əsasən tapmalıyıq.